Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 19 dekabr saat 19-da, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkar Strauss'un 200 illiyinə həsr olunmuş konsert keçiriləcək. Dirijor Yalçın Adgözəlovdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 19 dekabr saat 19-da Hüseyn Cavidin İblis əsərinin motivləri əsasında İblis və tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Kukla Teatrında 19 dekabr saat 12 və 14-də Ələddinin Sehirli Çırağı ərəb xalq nağılına baxa bilərsiniz. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 20 dekabr saat 19-da William Shakespeare'in Hamlet tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Pantomim Teatrında 20 dekabr saat 18-də Gogol'un eyni adlı piyesi əsasında Müfəttiş tamaşası səhnələşdiriləcək. Azərbaycan Dövlət Akademik Musiqili Teatrda 21 dekabr saat 19-da xalq yazıcısı Elçinin hekayələri əsasında hazırlanan Baladadaşın Toy Hamamı 2 hissəli musiqili lirik komediyasına baxa bilərsiniz. Tamaşanın bəstəkarı Firudin Allahverdidir. Şuşa Dövlət Musiqili Dram Teatrında 21 dekabr saat 19-da Lindgren'in əsəri əsasında Dəcəl Pippi tamaşası təqdim olunacaq.